Hər il olduğu kimi bu ildə Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli məktəblərə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən dərsliklər göndərilib. Təhsil, Elm və Gənclər Nazirliyinə 1-11-ci sinif şagirdləri üçün 18 adda 21179 nüsxə ana dili və ədəbiyyat dərslikləri təqdim edilib. Təqdimat Azərbaycanın Gürcüstandakı səfirliyinin və hər iki ölkənin müvafiq nazirliklərinin nümayəndələrinin iştirakı ilə baş tutub. Bildiyiniz kimi bu təşəbbüs Ümummilli lider Heydər Əliyev tərəfindən 1994-cü ildə başladılıb. Bu sırf Gürcüstandakı soydaşlarımıza, xüsusilə gənc soydaşlarımıza göstərilən dövlət siyasətinin qayğısının təzahürüdür və bu siyasət cənab prezident İlham Əliyev tərəfindən də bugün də davam elətdirilir və onun müvafiq göstərişi və hər iki ölkənin təhsil elm nazirlikləri arasında imzalanmış müvafiq sənədlər rəhbər tutularaq bugün də bu növbəti kitab dərsliklərinin, Azərbaycan dili və ədəbiyyatı dərsliklərinin təhvili həyata keçirilir. Biz Gürcüstan tərəfinə, Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinə bu şəraiti yaratdıqları üçün təşəkkür edirik. Bu istiqamət üzrə bizim fəaliyyətimiz davam etdirilir və bundan sonra da davam etdiriləcək. Göstərilən, yaradılan şəraitə görə də qarşı tərəfə təşəkkürümüzü bildiririk. Bu əməkdaşlıq müxtəlif istiqamətlərdə mövcuddur və onlardan biri də dərsliklərlə bağlıdır. Ənənəvi olaraq Azərbaycan tərəfi Gürcüstandakı Azərbaycan dilli məktəblər üçün ana dili dərsliklər göndərir. Eyni zamanda Gürcüstan tərəfi də Azərbaycanda yaşayan gürcü şagirdlər üçün dərsliklər təqdim edir. Bu artıq illərdir davam edən bir ənənədir və biz təbii ki, ölkələrimiz arasında mövcud olan bu əməkdaşlığı alqışlayırıq. Ümid edirik ki, bu əməkdaşlıq və dostluq uzun illər davam edəcək.